Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsindədir bu ev. 2 nömrəli məktəbin düz yanında. 2 nömrəli məktəb var, böyük məktəb. Düz elə onun yanındadır. Yəni qapının ağzına qədər asfaltdır. Ayağınız belli yola dəymir. 105 min manatadır, tam əşyalıdır. İçindən bir dənə televizor var, balaca televizor, onu götürəcəklər, bir də kondisioner. Qalan hamısı, bir də xaladenlik. Qalan mebel, nə bilim, kombi, radiator, yataq dəsti, qonaq dəsti, mətbəx dəsti, hamısı evin içərisində qalacaq. 105 mindən də endirim olunacaq. Mərkəzi kanalizasiyanın trapıdır burada. Buradan da darvazadan girirsiniz həyətə. Hasarın qırağında belə ağac yerləri saxlayıblar. Evimizin bu tərəfində də ara məsafəsi var. Arxada da ara məsafəsi var. Padval da buradan da girirsiniz. Öz ayaq üstə durmaq olur padvalda. Padvala bir dənə bax, böyük padval imiş. Bax. Belə padvalı var burada. Görürsünüz? Burada da padval var. Bax, zəhmət olmasa gəlin bura. Bura açıqdır qapısı. Hə, bura bağlıdır. Hə, gələndə inşallah baxarsınız. Bax, burada da padval var. Sol kolundan belə, sol kolu belə qabancıqlarla bəzədilib, evin üstü ağla ilə bəzədilib, qəşəng evdir. 9 daş kürsülüdür, 105 min manata paket kupçalı evdir. Evində kupçası var, torpağın da kupçası var. Bir dənə zəhmət olmasa burada məktəbi göstərək. Məktəbə baxın, 2 nömrəli məktəbin düz yanındadır. İnşallah gələndə gəlib bunların hamısına canlı baxarsınız. Piləkanla çıxandan sonra burada belə bir balkonu var. Bu balkon da düz gəlir kombi ilə bütün minütqə. Bunlar ikisi də evdə qalacaq. Mətbəxdən də xüsusi bilirsiniz, belə proyektli evlər var. Qapı mətbəxdən də düz açılır balkona. Davam edirik evimizin içərisinə. Girdik, belə bir koridoru var. Belə bir koridordur. Buradan gəzə-gəzə düz gələk qonaq otağına. Bu qonaq otağıdır. Görürsünüz, yeni zalıdır. Pərdəsidir, panel radiatordur, divanıdır. Sonra bunlar hamısı evin içərisində qalacaq. Gələndə neviyəsindən danışarsınız, sizə lap ətraflı deyəcək. Yəni istərsiniz lap kondisioneri saxlamaq olar. Ha, kondisioneri saxlamaq. Burada mətbəx mebelidir. Bu xaladenliki götürəcək evdən. Qalan gördüyünüz bu mətbəx dəstidir, bir də bu mebeldir, aspirator, qaz peçi, moyka, bunlar hamısı evin içində qalacaq. Bayaq qapı deyirdim, bax bu qapıdır. Buradan açıb balkona çıxa bilirsiniz. İnternetinə qədər var. Kanalizasiyası mərkəzidir. Qazı, suyu, işığı, bütün sayğacları var. Evin də kupçası var, torpağın da kupçası var. Bax burada da gördüyünüz bu yataq dəstidir. Buradan da heç nə götürülməyəcək. Bir yataq otağı buradadır. Görürsünüz. Bax, buradan da heç nə götürülməyəcək. Bunlar da qalacaq. Üstüründən tutmuş, pərdəsindən tutmuş, komotu, taxtı, şivaneri hamısı qalacaq. 105 min manatadır. Qiymətindən narahat olmayın. Endirim eləyəcək. Burada da böyük bir əraz var. Burada da şey yığdırmaq olar. Şkaf var, o paltar şkafı. Sonra bu da sanitar qovşağıdır. Yəni hamam tualet. Bax belə. Deməli, bir də izah eləyirəm. Zəhmət olmasa yaxınlaşın. Yaxınlaşın bura. Deməli, Saray qəsəbəsindədir bu ev. 10 daş kürsülüdür, 9-un 10'a deyib. Paket kupçalıdır. Evində kupçası var, torpağın da kupçası var. 3 otaqlı evdə, amma böyük kvadratlı evdir. 105 min manatadır. Düz məktəbin yanındadır, 2 nömrəli məktəbin. Evin darvazasından, açan kimi məktəbin darvazasından uşaq girəcək içəri, yəni o qədər yaxındır. Evində kupçası, torpağında qaz, su, işıq sayğacları var. Qismən də əşyalıdır, mən saydım da evin içində nə qalacaq. 2 sotun içərisindədir torpağı. 105 mindən narahat olmayın, gəlin eviyyəsi ilə danışın, məktəb qabağıdır. Yəni buradan uşağı məktəbə yola salmaq rahatdır. Qiymətdə də endirim elətdirin, bu evi götürün. Sağ olun.